Nə deyir 16-da bizə? Deyir ki, Tim was talking. Bir dənə gözlə. Aha. 16'da deyir Tim was talking. Talk'dan sonra ya to gəlir ya da about işlənir. Burada deyir ki his interview. Onun müsahibəsi. Müsahibə ilə danışanmaz. İnsandırsa to yaza bilərsən. Kimləsə danışmaq talk to. Kimsə haqqında, nəsə haqqında danışmaq deyirsənsə about. İndi deyəcəm ki Tim was talking about his interview. Tim öz müsahibəsi haqqında danışırdı. Birəcə. The answers, bax, answer sözü, answer, reply, help, bu sözlər, bir də visit sözü. Bu sözlər feildirsə, özü feildirsə, özündən sonra heç bir sözünü işlənməz. Amma isimdirsə, özündən sonra to gələr. Bəs mən hardan bilirəm bunlar isimdir yoxsa feildir? Məsələn, burada bax bu situasiya. The answers. Əgər ki qarşısına article vermişəmsə, artıq bu nədir? İsimdir. Çünki article ismə aid olan nitq hissəsidir. Düzdür? Bir dəqiqə gözləyim, bunu qəbul edin, davam edəcəm. Aha, article ismə aid olan nitq hissəsidir. Demək ki, answers burada isimdir. Okay, isimsə özündən sonra to qəbul edir dedik axı, düzdür? Yəni 2-yə B bəndi. The answer to the questions weren't satisfying. Deyir ki, sualların cavabı ürəkaçıcı değildi, məmnun edici değildi. 3-də did you look? Look'dan sonra ət verəcəm. Boşluqla işlənmiş cümlədir. Çünki boşluq olsa look görünmək anlamında işlənəcək. Burada deyir did you look at the papers? Deyirsən sənədlərə baxdınmı? Burada papers sənədlər mənasındadır. Yəni 1'ə olur C, 2'ə olur B, 3'ə də olur A.